Salam əziz Cəlilabadlılar. Cəlilabadın Kirovka ərazisində. Kirovka ərazisi deyəndə Lalə Kafe ilə üzbəyiz küçədədir, yolun üzərindədir. 6 sot yarımdır. Sənədləri qaydasında qiyməti sonunda açıqlama verəcəm. 2 mərtəbə evidir. Birinci mərtəbə 3 otaqdır, ikinci mərtəbə isə 4 otaq. Ümumi 7 otaqdır. Aşağıda 2 yataqdır, 1 qonaqdır, mətbəxdir, koridordur və qarajdır. İkinci mərtəbə isə 4 otaqdır, ağdağburlu, bir dənə abo işləri var, bir də qapıları qalıb. 3 yataqdır ikinci mərtəbə, 1 qonaq otağıdır. Həyətimizi ətraflı izləyicilərə təqdim edək. Sanitar qovşağı və hamam həyətdədir. Burası sanitar qovşağı və hamamdır, həyətdədir. Təqdim edir sanitar qovşağı birinci nömrə. Kommunalları qaydasındadır. Qazı, işığı, suyu, şəxsi quyusu, hər bir şəraiti var. Əlverişli yerdədir, asfaltın üzərindədir. Burası isə hamamdır. Keçid edək evin içəri hissəsinə. Bura koridordur, dəhlizdir. Girəcəkdə sol tərəfdə mətbəxdir. Mətbəximizdə ətraflı izləyicilərə təqdim edək. Mebeli yoxdur. Birinci mərtəbə orta remontdur da, köhnə remontdur. Bura qonaq otağıdır, salondur. Yaşayış ola bilər, yaşayış üçün əlverişlidir. Yataq otağını təqdim edək. Qaranlıqdır biraz otaq. İşığı yoxdur deyə təqdim edə bilmirik ətraflı. Qarajı təqdim edək. Burada qarajdır. Burada asfalta baxır, asfaltdan daxil olsun qaraja. Burada uşaq otağıdır. Dediyimiz kimi birinci mərtəbə 3 otaqdır. 2 yataq, 1 qonaq. Keçid edək ikinci mərtəbəyə. Burada ikinci mərtəbə çıxışdır, pilləkəndir. Bura salondur. Remont olunub, ağarma işləri görüb, abo işləri qalınır, bir də qapılar qalınır. Bura salondur, genişdir. Bir otaq buradadır, burada genişdir. İkinci otağı təqdim edək. Burada ikinci otaqdır. Üçüncü otağı izləyicilərə təqdim edək. Dediyimiz kimi, yuxarı 4 otaqdır, 3 yataq, 1 qonaq. Birinci mərtəbə 3 otaqdır. 2 yataq, 1 qonaq, mətbəx və qaraj. Qarajı da bağlayıb otaq kimi istifadə edə bilərsiniz. Həyəti 6 sot 10/3-dür sənədində, amma belə artırılır. Kommunalları qaydasındadır. Qiyməti 60.000 manat deyil, razılaşmaq olar. Sənədləri qaydasındadır. Zəhmət haqqı 800 alandan 800 satandan alınacaq. Kim istəyirsə 050 629 67 57 əldə saxlayın ətraflı məlumatlarını real şəxslərə yaxınlaşsın.